Bu montaj effektini necə edirik? Gəlin bir yerdə öyrənək. 0-dan 30 günə CapCut öyrədirəm, gün 1. İlk öncə hansısa nəsnəyə toxunub və onu seçilmiş kimi bir video çəkirik. Daha sonra isə yenidən təzə bir video yükləyirik, hansı ki 3D ekran formatına gətirəcəyik. O videonun üzərinə toxunub effektlər bölməsindən, video effektlər bölməsinə toxunuruq və axtarış bölməsinə 3D ekran yazırıq və birinci effekti seçirik. Daha sonra isə videonu yükləyirik, əvvəlki videomuza qayıdırıq. 3D ekran videosunu bura yüklədikdən sonra mənim gətirəcəyim bu hissədə videoya bölmə işarəsi atırıq. Daha sonra isə yenidən bu hissəsində də bölmə işarəsi atırıq. Ortada qalan hissəni isə silirik və videoları birləşdiririk. Və burada mənim seçdiyim birinci kadrı seçirik və arxa planını silirik. Və burada mənim kimi kadr arası məsafəni genişləndiririk ki, daha incə işləyək. Və burada kadrı balacalaşdırıb keyframe atırıq. Burada mənim kimi eyni qaydada kadrı yuxarı qaldırdıqca böyüdürük və keyframe özü avtomatik olaraq atılır. Digər kadrı isə ekran ölçüsünə uyğunlaşdırırıq.